Aliment o verməyibsə valideynlərindən ala bilərdi, həbsxanaya yaza bilərdi, həbsxana onu işə düzəldib, o pul qazana bilərdi, həmin alimenti verə bilərdi. Amma bir də burada dəqiqləşdirilməlidir ki, onlara həbsxanada necə görməlidir uşağını? bir də bir şey dəqiqləşdirməlidir ki, orada ümumiyyətlə araşdırılmalıdır da bu məsələ. Bəlkə ata doğrudan o uşağa zərər verə bilər, hansısa pis vərdişlərə yönəldə bilər və s. Yəni belə valideynlər də var. Ona görə də bəli, bu araşdırılmalıdır. Yenə gəlirik ona ki, biri var hüquqlarımız, biri var qanunun dediyi şeylər, biri var haqqın dediyi şeylər. İndi ata deyəcəkdir ki, mən 10 ildə oğlumu görməmişəmsə, mənim həyatda bir oğlum varsa, onu görmək istəyirəm. Çox təəssüflər olsun ki, təcrübədən deyəcəm mən, bəzi valideynlər var ki, atalar var ki, onlar uşaqlarına zərər verdiyi üçün uşaqlarından məhrum edilmişdi. Yəni, məhkəmə qərarı ilə. Bəli, bəli. Məhkəmə qərarı olmadan heç kim qadağa edə bilməz. Çünki burada haqqı olsa da, axı o uşaq zərər görəcək o ata ilə eyni evdə. Sizcə 14 yaşında bir oğlan uşağı heç vaxt görmədiyi bir adama necə